Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Salih Məmmədov Azərbaycan və Türkiyə prezidentlərinə görülən işlər barədə məlumat verib. Dövlətimizin başçısının tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 km olan Kəlbəcər-Laçın avtomobil yoludur. Başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçən və bu iki rayonu birləşdirən yol 2, 3 və 4 hərəkət zolaqlı olacaq. Yol boyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 16-sında tikinti işləri uğurla davam etdirilir. Birinin isə layihələndirilməsi aparılır. Uzunluğu 126 km olan mövcud Kəlbəcər-Laçın avtomobil yolunun yeni layihəyə əsasən tikintisi Kəlbəcər şəhər mərkəzindən Laçın şəhər mərkəzinədək məsafəni 32,2 km qısaldaraq 93,8 km təşkil edəcək. Laçın şəhər mərkəzindən Laçın beynəlxalq hava limanınadək hazırda mövcud yol üzrə məsafə 65 km təşkil edir. Yeni tikilən yol üzrə isə məsafə 35,8 km olacaq. Yolun 40-cı kilometrliyindən ayrılan və Laçın beynəlxalq hava limanına aparan körpünün tikintisi də layihə çərçivəsində yerinə yetirilir. Ümumilikdə Kəlbəcər-Laçın avtomobil yolunda tikinti işlərinin 44% icra olunub. Yeni yol Kəlbəcər və Laçın rayonlarının bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və Laçın beynəlxalq hava limanına rahat gediş-gəlişi təmin edəcək, ümumilikdə bu bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək.